Hər kəsə salam, mən Yeganə Muxtarlı, sizin coğrafiya müəlliminiz. Bugün Azərbaycan Respublikasının fiziki coğrafi mövqeyi, geoloji quruluşu və tektonik zonaları mövzusunu xəritə üzərində izah edəcəm. Əgər video sizin üçün faydalı olarsa, videonu bəyənməyi, kanala abunə olmağı və hər hansı bir sualınız yaranarsa da şərh bölməsinə qeyd etməyi unutmayın. Keçək video izaha. Deməli, Respublikamız yer kürəsinin ən böyük quru sahəsi olan Avrasiya materikinin qitələrinin Avropa və Asiyanın sərhədində Qafqaz regionunda yerləşir və şimal və şərq yarımkürəsi olmaqla iki yarımkürədə yerləşir. Ölkəmizin ümumi ərazisi 86,6 min kvadrat kilometrdir. Ucqar nöqtələrimiz hansılardır? Ucqar nöqtələrimiz şimalda Quton dağ, cənubda Astara çay, şərqdə Şah Dili burnu, suda isə neft daşları, qərbdə isə Sədərək qalxması, yəni Sədərək rayonu ərazisində yerləşir. Koordinatlarımız nələrdir? Qərbdən şərqə doğru, deməli 38 və 41 şimal, deməli 38-41 şimal enlikləri, 44-51 dərəcə isə şərq uzunluqları arasında yerləşir. Bizlə eyni enlikdə yerləşən ölkələrə, məsələn, Çin, Yaponiya, İspaniya, Portuqaliya, Yunanistan, Türkiyə və sair dövlətləri deyə bilərik. Azərbaycan quruda və suda həm sərhəd olduğu dövlətlər var ki, quruda sərhəd olduğumuz dövlətlər şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən və Naxçıvan ərazisindən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan isə İran olmaqla 5 dövlətlə həmsərhəddir. Su sərhədimiz isə Xəzər dənizi vasitəsilə 4 ölkə ilədir. Şimaldan Rusiya, cənubdan İran, şimal-şərqdən və şərqdən Qazaxıstan, cənub-şərqdən isə Türkmənistan ilə həmsərhəddir. Ümumi sərhədlərimizin uzunluğu 3474 kilometrdir ki, bunun 825 kilometri Xəzər dənizi vasitəsilə su sərhədimizdir. Ölkəmiz Xəzər dənizinin qərb sahilində, Qafqaz dağlarının isə cənub-şərqində yerləşir. Gəlin quru sərhədlərimizə və onların hansı təbii obyektlərdən keçdiyinə baxaq. Deməli, sərhədlərimiz şimalda Rusiya ilə Dağıstan ərazisində 391 kilometrdir. Azərbaycan Rusiya ilə sərhəddi Samur çayı, Sudur silsiləsi, Samur dəvəçi ovalığı, Qusar mayili düzənliyi və baş su ayırıcı silsilə və ya baş Qafqaz silsiləsi vasitəsilə keçir. Gürcüstanla sərhəddimiz şimal-qərb istiqamətindəndir. 471 kilometr uzunluğu var. Gürcüstan sərhəddimizdə deməli Mazım çay, Qanıq çayı, Qabırlı çayı, daha sonra Ceyran çöl, Qanıq əyri çay, Candar göl və burada Ceyran çöl ərazisində Çoban dağ sərhəddə yerləşir. Ermənistanla sərhəddimiz isə qərb hissədədir. Deməli, həmçinin Naxçıvan ərazisindən də sərhəddə yerləşir. Ümumi Ermənistan sərhədlərimizin uzunluğu 1007 kilometrdir və hansı təbii obyektlərdən keçir onlara baxaq. Deməli, Şahdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, daha sonra Dərəliyə silsiləsi və Zəngəzur silsilələrindən keçir. Azərbaycanın İranla sərhəddi, daha sonra Türkiyə sərhəddimizə baxaq. Türkiyə ilə sərhəddimiz isə 15 kilometrdir. Bəzən 14 və ya 13 kilometr olaraq qeyd olunur. Bu rəqəmin dəyişmə səbəbi isə Türkiyə ilə sərhəddimizin Araz çayı boyunca keçməsidir Sədərək yaxınlığında və çay məcrasının dəyişdiyinə görə bəzən rəqəm dəyişə bilir. Daha sonra İranla sərhəddimizə baxaq. Cənubdan İranla sərhəddimiz deməli 765 kilometrdir. İran sərhəddimiz Araz çayı boyunca keçir. Araz çayı boyunca Naxçıvanın Araz boyu düzləri, daha sonra bu hissədə Araz boyu, aşağı Araz boyu qeyd olunur. Düzlərdən keçir ki, onları qeyd eləyək. Deməli, Sədərək, Şarur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad, yəni Naxçıvan bütün Araz boyu düzləri. Daha sonra Gəyən, İncə, Hərəmi, aşağı Araz boyu düzlər və Araz çayı boyunca. Daha sonra burada Talış dağları, Astara çay və Bolqar çayı İran sərhəddimizdə yerləşir. Sonra qeyd edə bilərik ki, Xəzər dənizində bir çox adalar var ki, Pirallahı, Çilov, neft daşları, Xərəzirə,
daha sonra Böyük Sirə və digər adalar da Azərbaycan ərazisinə aid olunur və Xəzər dənizinin, Xəzər akvatoriyasının 80.000 kvadrat kilometri Azərbaycan dövlətinin ərazisinə məxsusdur. Biz Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə Atlantik okeanına, Ağdəniz-Baltik kanalı vasitəsilə isə Şimal Buzlu okeanına çıxma imkanına malik Xəzər dənizi ilə. Birbaşa isə dünya okeanına çıxışı mövcud deyil Azərbaycanın. İndi isə keçək geoloji quruluş və tektonik zonalara. Ümumiyyətlə bizim ölkəmizin ərazisi Mezozoy erasının sonunda Ərəbistan tavası ilə Şərqi Avropa litosfer tavasının və yaxud Avrasiya deyirik ümumi litosfer tavasının toqquşma zonasında formalaşmışdır. Yəni konvergens sərhədində formalaşıb. Kaynozoyun əvvəlində hazırki Böyük Qafqaz və Kiçik Qafqaz dağlarının yerində çox da hündür olmayan adalar əmələ gəlmişdi. Sonralar həmin adalar hündürləşməyə məruz qalmış və Kaynozoyun sonlarında düzənliklərimiz də səthə çıxmış və hal-hazırki ərazimiz, ölkəmizin hal-hazırki ərazisi formalaşmışdır və Azərbaycan ərazisi bütövlükdə Alp-Himalay geosinklinal qurşağında yerləşir. Ona görə ölkəmizin ərazisi seismik qurşaqda yerləşir, geosinklinal ərazidədir və ona görə də zəlzələ hadisəsi burada ölkəmizdə müşahidə olunur və hansı tektonik zonalarımız var? Ümumilikdə ölkəmizin ərazisi 5 tektonik zonaya bölünür. Bunlar hansılardır? Ön Qafqaz çökməsi, daha sonra Böyük Qafqaz qalxması, Kür çökəkliyi zonasını deyirik və Kiçik Qafqaz qalxması, eyni zamanda Araz, Cavan çökməsi qeyd edirik və yaxud da Arazboyu çökəklik qeyd edə bilərik. 5 tektonik zonaya bölünür. Bu 5 dənə tektonik zona bir-biri ilə tektonik qırılmalar boyunca ayrılır. Həmin qırılmaların, yəni ki, bu tektonik zonalarda düzənlik və dağlıq ərazilərin arasında qırılmalar keçir ki, bu qırılmalar boyunca hansı təbii hadisələr müşahidə oluna bilər? Dağların yamacları burada daha dik olur, tez-tez torpaq sürüşmələri müşahidə oluna bilər. Daha sonra yeraltı sular mineral və termal bulaqlar şəklində yer səthinə çıxa bilər, qeyd edirik. Və bayaq qeyd etdiyimiz kimi ölkəmizin ərazisi seismik zonada yerləşdiyinə görə burada zəlzələ hadisəsi müşahidə olunur. Ölkəmizdə 8-9 ballıq və 6-7 ballıq zəlzələ zonaları var. 8-9 ballıq zəlzələ zonalarımız Böyük Qafqaz dağlarının cənub hissəsi, xüsusilə Şamaxı zonası, Kiçik Qafqazın deməli Gəncə zonasını qeyd edə bilərik və Naxçıvanda deməli Qapıcıq ətrafı ərazilərdir. 8-9 ballıq zəlzələ zonasıdır. 7 ballıq zəlzələ zonalarımız Kür-Araz ovalığı, sonra Lənkəran ovalığı, Qusar Maylı düzənliyi, Abşeron, Qobustan, Talış dağları özü aid olunur. İndi gəlin baxaq hansı tektonik zonada hansı relyef formaları var. Gəlin baxaq, bu tektonik zonalara hansı relyef formaları aiddir? Ön Qafqaz tektonik çökməsinə Samur Dəvəçi düzənliyi, Samur Dəvəçi ovalığı, Qusar Maylı düzənliyinin bir hissəsi və Şollar düzü aid olunur. Sonra Böyük Qafqaz tektonik qalxmasına baxaq. Bura Böyük Qafqazın cənub hissəsində, şimal-şərq hissəsindəki dağlar və silsilələr aiddir. Bura aid olacaq baş su ayırıcı və ya baş Qafqaz silsiləsi, yan silsilə, ona paralel uzanan, daha sonra Qovdağ silsiləsi, Niyaldağ silsiləsi, Ləncəbiz silsiləsi, Ələt tirəsi, Qobustan alçaq dağlığı və Abşeron ərazisi aid olacaq Böyük Qafqaz tektonik qalxmasına. Sonra Kür çökəkliyi tektonik zonasına nələr aiddir? Burada Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşən bütün düzənliklər aid olacaq Kür çökəkliyinə. Bunlara nələr aiddir? Qanıq Əyriçay çökəkliyi, Ceyrançöl, Acınohur düzü və onların arasında silsilələr, Xocaşen silsiləsi, Daşöz silsiləsi, Palantökən silsiləsi, Bozdağ silsiləsi aid olunur. Gəncə Qazax düzü və Tovuz ərazisində Xunan düzü, Gəncə Qazax ərazisində. Daha sonra Qarayazı düzünü qeyd edə bilərik. Kürün sol sahilində Şirvan düzü, Cənubi Şərqi Şirvan düzü, Kür-Araz ovalığı özü və burada Qarabağ düzü, Mil düzü, Muğan düzü, Salyan düzü, Lənkəran ovalığı aiddir. Eyni zamanda biz qeyd edirik Kür çökəkliyinə burada yerləşən Gəyən, İncə, Hərəmi, Aşağı Arazboyu düzlərini də aid edirik.
Daha sonra Kiçik Qafqaz tektonik qalxmasına baxaq. Bura Kiçik Qafqazın dağları, Naxçıvanın dağlıq ərazisi, bir neçə düzənlikləri və Talış dağları aiddir. Kiçik Qafqazda deməli hansı dağlardır? Deməli burada Şahdağ silsiləsidir, Murovdağ dağ silsiləsidir. Qarabağ vulkanik Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, Yazı yaylası, Qarabağ vulkanik yaylasının şərqində ona paralel uzanan Qarabağ silsiləsi, Naxçıvanın Dərəliyəz silsiləsi, Zəngəzur silsiləsi, daha sonra Naxçıvanda olan 3 dənə düz Gülüstan, Yaycı və Ordubad düzləri bura aiddir. Eyni zamanda Talış dağlarının 3 dənə silsiləsi Talış, Peştəsər və Brovar silsilələri də Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Daha sonra baxaq Araz boyu çökəkliyə, yəni Araz davan çökməsinə. Bura isə Naxçıvanın ərazisində yerləşən 4 dənə düz aid olunur. Hansılardır? Qərbdən şərqə baxaq. Sədərək, Şərur, Böyük düz və Naxçıvan düzü. Baxın, bunlar hamısı aiddir Araz boyu cavan çökməsinə. Ölkəmizin ərazisində geoloji quruluşla əlaqədar və relyeflə əlaqədar olaraq alt paleozoydan müasir dövrə qədər Kaynezoyun deməli antropogen dövrünə qədər bütün suxurlar, dövrlərə aid suxurlar yayılmışdır. Gəlin onlara baxaq ki, hansı suxurlar formalaşıb. Ölkəmizdə rast gəlinən, belə deyək də, ölkəmizin ərazisində rast gəlinən ən qədim suxurlar alt paleozoy yaşlı suxurlardır ki, ona da Tovuz rayonu ərazisində Zəyəm çay və Əsrik çay hövzələrində və Naxçıvanda Sədərək qalxmasında və deməli Dərəliyəzdə rast gəlinir. Paleozoyun, yəni alt paleozoyun suxurlarına. Daha sonra Mezozoy erasının dövrünün suxurları da yayılmışdır ki, Trias dövrünün suxurlarına Dərəliyəz silsiləsində, Yura və Təbaşiri isə deməli Təbaşir Böyük Qafqazın və Kiçik Qafqazın orta dağlığında, Yura dövrünün suxurları isə Böyük Qafqaz və Kiçik Qafqazın daha hündür hissələrində, deməli yüksək dağlıq ərazilərində yayılmışdır. Kaynozoy dövrünün paleogen, neogen və antropogen olmaqla hər üç dövrünə aid suxurlar ərazimizdə yayılmışdır. Kaynozoyun paleogen dövrünün suxurları Talış dağlarında və Naxçıvanın orta dağlıq hissələrində, həm Talış, həm Naxçıvanın orta dağlıq hissələrində və Kiçik Qafqazda isə Şahdağ silsiləsində yayılmışdır. Neogen dövrünün suxurları isə deməli Qobustan, Abşeron ərazisində, Böyük Qafqazın şimal-şərq hissəsində və Ceyrançöl, Acınahurda yayılmışdır. Antropogen dövrü və yaxud 4-cü dövr suxurları isə bizdə əsasən Kür-Araz ovalığında, daha sonra Qanıq Əyriçayda deyə bilərik, Samur-Dəvəç ovalığı ərazisində, Gəncə-Qazax düzündə, 4-cü dövrün çökmə Lənkəran ovalığında həmçinin 4-cü dövrün çökmə suxurlarıdır. 4-cü dövrün bundan başqa vulkanik suxurları da ölkəmizdə yayılmışdır ki, ona isə Qarabağ vulkanik yaylasında rast gəlinir ki, vaxtilə burada püskürmüş, belə deyək, aktiv vulkanların lavaları soymuş və burada 4-cü dövrün vulkanik suxurları qalmışdır. Qarabağ vulkanik yaylasını həmçinin onu deyə bilərik, burada vulkanik yaylanın ən hündür zirvəsi Dəli dağıdır, 3616 metr. Bundan başqa Dəli dağdan başqa Böyük Şıqlı, Qızılboğaz, daha sonra Ayı Çınqılı, Pəri Çınqılı kimi vulkanlar burada, zirvələr burada yerləşir. Bundan başqa ölkəmizin arasında psevdovulkanizm dövrünə aid suxurlar da mövcuddur ki, psevdovulkanizm nədir? Yalançı vulkanizm, yəni palçıq vulkanları da yayılmışdır. Əsasən Abşeron Qobustan ərazisində və Xəzərin şelfində palçıq vulkanları yayılmışdır. Bunlardan ən hündürü Torağay vulkanıdır, 400 metr hündürlüyə malikdir. Əlavə olaraq qeyd edə bilərik, Şıx Zahirlidir, daha sonra Axtarma Paşalı, Keyrəki, Qalmaz, Otman Bozdağ kimi palçıq vulkanların adlarını qeyd edə bilərik. Palçıq vulkanları haqqında onu da deyə bilərik ki, əsasən palçıq vulkanları 4-6 kilometr dərinlikdə formalaşır. Çökmə suxurların olduğu yerlərdə, neftli qazlı sahələrdə yayılır. Yer səthinə salza, yəni palçıq, qaynar palçıq kütləsi püskürür və soyuyanda isə breksiya çevrilir. Palçıq vulkanlarının tibbi əhəmiyyəti böyükdür. Yəni insanlar üçün dəri, oynaq xəstəliklərin müalicə və əhəmiyyəti vardır və bunun üçün yəni bir sıra xəstəliklərdən, eyni zamanda əsəb sistemi xəstəliklərinə də faydalı olduğuna görə ölkə prezidenti tərəfindən sərəncama görə
Bakının və Abşeronun palçıq vulkanlarının qrupu Dövlət Təbiət Qoruğu yaradılmış. 52 palçıq vulkanına Dövlət Təbiət Qoruğu statusu verilmişdir. Bundan başqa deyə bilərik ki, palçıq vulkanları əsasən seismik ərazilərdə də yayılır. Video izah bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.